Deməli, salamlar hamıya. Açan kimi burada bir dənə qəşəng strategiya var. Onu gördüm. Deməli 5 dollar bir dənə burada açım. Deməli bugünkü əməliyyatlarımız ancaq basket option'da olacaq. 5-ci gün Forex obətdə girmək istəmirəm. Baxaq görək buralarda nə var, nə yox. Burada görürsünüz. Burada həm də rəngləri dəyişdim mən. Qara qoydum, daha da yaxşı görünür. Burada görürsünüz ADX xətti düzdür. Hələ ki yuxarıdır. Bu da ki hələ trendin aşağı yönlü olmağını göstərir. Yəni demək istəyir ki, hələ trend güclüdür də. Buradan biraz burulsa patlaya bilər yuxarı. Ona gözləyirik hələ ki. Gözləyənə qədər baxaq görək nə var, nə yox. Belə. Hələ ki yaxşı bir şey də yox deyə. Dediyim kimi trend ADX xətti yuxarıdır deyə hələ düşmür. Bir şey. Elə mən gözləyirdi. Burada 2 dənə attım. Çünki hal-hazırda ikisi də 32 dərəcədədir. Bilmirəm, bu 2 dəqiqəmiz çatdırarmı, çatdırarmı? Çatdırmazmı, amma görəcəyik. İkisi də burada başını əyib, diqqətlə baxsaz başını əyib burada. Belə. Burada dəqiqə məsələləri çox pisdir də. Forex-də belə deyil. Forex-də dəqiqə yox. Özün paylaşdığım dünənki videodan da görə bilərsiniz. Orada dəqiqə söhbəti yoxdur. Orada özün hər şeyi ayarlayırsan, belə desək. Məsələn, bu temalarda da yuxarıdan aşağı sel açmaq olar. Zaten ADX xətti burada məsələn qırılsa, bilirsən və rahatçılıqla əməliyyat açmaq olar. Hətta burada bir dənə istəyirəm əməliyyat açım. Çünki bu dəqiqə ADX xətti ilə sizi çox aşağıdır. Açım bir dənə görək nə göstərir.
Qəşəng. Nə var? Patlayır yuxarı. Hələ ki yaxşıdır üstü. Yəni buna 2 dəqiqədə baxaq görək nə göstərir. Bura çat, bura qalxmaq istəyir bura. Hələ ki yuxarı yönlüdür. Buna nə var? Bir də baxsız kayfı düşdü yenində aşağı. Gözləyirik görək nə olacaq. Amma bu hələ yuxarı qalxacaq çünki 2 dəqiqədə də baxdım. Bayağı bir yuxarı qalxmalıdır. Yəni bunu gətirməyə bir dəqiqə şans əsəridir. Gözləyək görək nə göstərir. DX xətti qırıldı. Diqqətlə baxın. Qırıldı. Bax, nəyi var qırıldı DX xətti. Hələ. Görsünüz. Bir dənə bir istəyirəm bir əməliyyat açım burada. Aynı ola bilər, qalxa bilər. Burada yaşıl şamdan tərs çəkicdən nə bilim falan versə, amma yaşıl da versə rahatçılıqla nəsə bir şey eləmək olar. Görək indi verəcək yoxsa yox. Bu dəqiqə bu bazar bir səni inir. ADX xəttində tam formalaşmayıb. Yəni şeydir, minus xəttdə tam formalaşmayıb deyə bu dəqiqə ağzına gələn eləyib bu. Yəni bu inanmıram ki bu gətirsin. Çünki bu dəqiqə bu riskli bir şeydir. Burada nə deyib? Burada da bax aləm dəyib bir-birinə. Heç bilmir nə edir. Maraqlıdır. Burada dediyim kimi də orada da gətirsə şans əsəri gətirə bilər. Çünki bu dəqiqə buna bax. Mən burada sadəcə şamlara görə attım. Dedim bəlkə indi bir dənə onlar patlaya bilər. Amma yoxsa sırf stratejiyə əsasən atmadım burada. Son saniyədə gətirməyə də bilər. Çünki burada bir dəqiqə ivnəlik baş verir. Gözə çox pis oynayır. Aşağı yuxarı, aşağı yuxarı. İnanmıram bu çatdırar. Orada bir əməliyyat açım. Gözləyək. Şimdi minus xətti 30'larda hal-hazırda. Görək nə göstərəcək. Aşağı düşsə də əslində yaxşıdır. Aşağı düşsə də buradan açmaq olar. Buralara düşsə məsəl üçün buradan bir dənə açmaq olar. Görək bu nə göstərir.
Burada məsəl üçün bunu bu əməliyyat uğursuz olsa $10 yox, yenə də $5 açmaq olar. Çünki bu dəqiqə burada əlaqəsiz bir şey var. Çox gizgizə bir şey baş verir bir dəqiqə. Son saniyə səbəb. Gətirdi, yoxa çıxdı. Yəni, çox gizgizə şeylər baş verir. Son saniyələrdə mən bildiyiniz kimi nifrət edədiyim bir şeydir. Yəni, əməliyyat uğurlu olsa da belə xoşum gəlmir bir şeydən. Yəni, mən düzdür, az məbləğlə açıram, amma bunun bir düşünün, böyük məbləğlə açanlar binar sistemi ona görə belədir də. Amma çünki burada mən açıq desəm bilirdim, bu minus xətti 30-dan başladı aşağı düşməyə, burada da ATX xətti də özünü aşağı yönlü apardı deyə bilirdim ki, qalxacaq. O çox qəşəng qalxıb. Onun da məqsədi bura çatmaqdır. Bəlkə də burada bir dənə 2 dəqiqədə baxım. Burada düşünürdüm ki, bəlkə bura çatsa, bir dəqiqəyə qoyum. Bura çatsa, aça bilərəm, amma 2 dəqiqədə buralar da var. Bu hələ yuxarı qalxacaq. Görürsünüz. Normal faisə yoxdur. Yəni, otislərin hamısı 92. Yəni 90 tapdıq. Nə zəf verib bu? Görək mənə baş verir. 2 dəqiqədə baxaq. Nə pis də bu 2 dəqiqədə. ADX xətti yuxarıda. Ən azından buralara gəlsə, yuxarı patlayar, o da ki, çətin məsələdir. Nəysə, bunu belə eləyək. Burada da istədiyim kimi şey yoxdur. Bayaq yox, bu yox. Bayaq üçün budur. Bu hələ qalxacaq yuxarı. Çünki o məqsədi buralara çatmaqdır. Belə baxanda burayla buranı götürəndə bura FVG sayılır. FVG-yə hələ çatmayıb. FVG nədir? Fair value gap. Yəni ki, qiymətin, belə deyim də, FVG qiymətin doldurduğu yer sayılır. Yəni, bu buranı doldurmalıdır. FVG-ni doldurdusa, bu artıq
Şimdi yuxarı yönlüdür. Buradan bir dənə əməliyyat yuxarı açın. Böyük ehtimal bu yuxarı çıxa bilər. Elə bir şansı var yəni. Bu özü üçün oynayır. Bura bir dəqiqə təhlükəli zonadır. Gəlin oturaq hələ buna baxaq görək bu neynir. Orada PRG-ni doldurub aşağı da düşə bilər. Amma inanmıram elə bir şey olsun. Yaxşıdır. Yenə dediyim kimi bura yəni hal-hazırda çox pis bir yerdir. Yəni gəlin buna yenə də 2 dəqiqələ biz baxaq elə. Hələ ki görürsünüz ADX xətti burada neyniyib, vurulmayıb. Yəni ağzın yönünü dəyişməyib deyə hələ də bu düşür aşağı. Bu düzdür, minus 33-də olmağına baxmayaraq bu dəqiqə belə bir trenddə ADX xəttinin rolu çox oynayır. Maşınlar da başını çıxara bilədi. Nə deyir? Çox. Burada belə bir faizlər də azala-azala getdi. Burada belə bir şey var. Biraz keçsin əməliyyat edəcəm burada. Biraz düşsün. ADX hətta hələ ki yuxarı qalxmağa meyillidir. Düzdür, Bollinger bandını burada kəsib, amma ki elə də meyilli deyil qalxmağa. Gözləyək biraz. Hətta belə eləyək. Əməliyyatımızı açaq gözləyək. Onda daha maraqlı olur. Polun sürüşüb aşağı düşsə, mənə sərf edeyim. Məsələn, buralara da gəlsə, polun mənə sərf edeyim. Buradan məsələn əməliyyat açmaq yaxşı olar.
Dediyim kimi də olur. Dediyim kimi olur, istədiyim kimi olur. Aynen bak. 70% azdır. Bir də şey var ki, məsəl üçün də əməliyyat açırsan, minusda bağlayır, təzədən qalxır yuxarı. Allah pis, nifrət edirəm elə şeydən. Yəni məsəl üçün buralara düşüb qalxsa, başqa məsələ. Son saniyədə əməliyyatı bağlayır, sonra qalxır, o vəbşə adam əsəb edir. Görək nə olacaq. Biz də onunla belə eləyək də. Buradan sizə əməliyyat açmaq istəyirəm. Bu qutarsın, bu yuxarı tullanacaq. O, qəşəng, buna bax, qəşəng qalxır. Tələsməyək. Burada bir yuxarı əməliyyat açaq. İhtimala qarşı. Aşağı düşsə də problem deyil. Zaten ADX xətti önəmlidir. Gözləyək, görək nə göstərir. Bu amma aşağı düşə bilər, çünki ADX xətti düzdür. Fikir versiz düzdür. İstədiyim, dediyim kimi olur. Hələ ki özünü doğrultmayıb, doğrultana qədər bir dənə gəzinti eləyək. Bax, son saniyələrdə gör nə olur. Burada biz 2 dənə əməliyyat açaq. Görək elə, hara qədər düşmək istəyir.
çox qəşəng düşür. Amma bu bazarda çox dirəşməyin də yeri yoxdur. ADX səhti bildiyin mırtdaşır zamanında. Gözləyir yenə. Hələ bu düşəcək və pon düşəcək aşağı. Düşsün, hələ biraz da düşsün. Bax, indi qalxır gerizəkalı. Bir baxa görək. Bax, indi qalxır. İndi əyildi deyə qalxır. Fikir verin. Biraz qırılma oldu deyə qalxır. O da ki, təhlükəlidir bu dəqiqə. Bu dəqiqə burada əməliyyat açmanın heç yeri yoxdur. Nə yalan deyim. Son əməliyyatımızı belə eləyək. Hətta bir dənə də açaq, gözləyək. Bu gətirməsə, artıq normal bir strategiya tutub atarıq. Gətirsə heç, gətirməsə də normal bir strategiya tutmalıyıq. ADX səhti bir dəqiqə vurulmağına vurulur. Bilmirəm, qalxar yoxsa düşər. Görəylə nə qədər qalxacaq, nə qədər düşəcək, nə eləyəcək falan filan. Hal-hazırda burada bildiyin gicləyir bazar. Gah qalxır, gah yenir. Görə də bilmək olmur. Sibilə bax. Son saniyə söhbəti. Yenə dediyim kimi son saniyələrdə özünü göstərdi. Qəşəng patladı da. Bugünlük bu qədər yaxşıdır. Hələlik sağ olun.
Gələn görüşlərə dək.